Değerli izləyicilər, biz ikinci villanın həyətindəyik. Gördüyünüz bu villaya birbaşa küçədən qaraja avtomobillərinizi sala bilərsiniz. Yəni zirzəmisi qaraj kimi fəaliyyət göstərir. Bu da eyni qaydada 4 mərtəbədir, zirzəmi ilə bir yerdə. Digər villaya görə bu böyükdür. Yəni buranın sahəsi 1000 kvadrata yaxındır. Qiymətlər və bütün məlumatları aşağıdan qeyd eləmişik. Həyətyanı sahəsini görürsünüz. Təmiz üzərisi ağlaydı. Bütün pəncərələr hamısı reşotqadır. Sənəd də paket kupçadır. Gəlin indi isə keçək, daxilini sizə göstərim. Filəkənlər hamısı təbii mərmərdən yığılıb. Giriş qapısını görürsünüz, çox hündür keyfiyyətli giriş qapısı var. Hər iki villada tamamlama işləri qalıb. Bura əsas giriş hissəsidir. Otaqlar hamısı bahalı parketdən istifadə olunub. Qonaq otağıdır. Bu villaların özəlliyindən də biri də odur ki, hündür olmasıdır və şəxsi özü üçün tikilmiş bir villalardır. Yerdə qalan tamamlama işlərini öz zövqünüzə uyğun eləyə bilərsiniz. Qonaq otağının sahəsi təxminən 100 kvadrata yaxındır və bu villada lift yeri də nəzərdə tutulub. İstəsəz gələcək zamanda buradan liftə yığa bilərsiniz. Həmən liftin yeri bax bu hissədədir. Ev sahibi vurğuladı ki, buradan liftin yeridir, alçıpanlar sökülür, liftinizi birbaşa quraşdıra bilərsiniz. Buradan zirzəmiyə düşmək olur. Burada hamam otağı ayrı, sanitar qoşağı ayrı-ayrıdır. İşıqlar yanmadığına görə göstərirəm ki, heç olmasa biraz nəzərinizdə olsun ki, gələndə nəyə baxasınız, biləsiniz. Keçək, digər otaqları göstərim. Gəlin, bu hissədə olan mətbəx sahəsidir. Mətbəxi də çox genişdir. Mətbəx olan hissələr keramaqran, istipol və mətbəxin bütün lazım olan kommunalların hamısı çəkilib. Gəlin, indi isə qalxaq, ikinci mərtəbə ilə sizi tanış edin. Birinci mərtəbədə olan əlavə yataq otağı var. Gəlin, yataq otağını da sizə göstərim. Yataq otağının pəncərələri baxır villanın həyətinə. İndi isə qalxaq, ikinci mərtəbədə olan yataq otaqlarını da tanış edeyim. Dəyərli izləyicilər, gəlin ikinci mərtəbədə olan yataq otaqları ilə sizi tanış edeyim. Filəkənlər gördüyünüz kimi hamısı üzərisi təbii mərmərdir. Bura ikinci mərtəbənin oturma hissəsidir. Çox keyfiyyətli təmir olunub, tavanlar hamısı hündürdür, divarlar hamısı qalın və otaqlar da parket. Gəlin keçək, yataq otaqlarını göstərim. Bura növbəti yataq otağıdır. Bu yataq otağının daxilində hamam otağı var və qardırob sahəsi var. Bu hissədə gördüyünüz kimi hamam otağıdır. Hamamları da hamısı çox genişdir. Gəlin dəyərli izləyicilər, sizə hamam otaqlarını göstərim. Yataq otağının daxilində olan hamamıdır. Hamamların hamısı istipol. Və buradan da keçək sizə növbəti yataq otağını göstərdim. Burada növbəti yataq otağıdır. Buranı istəsəz qardırob otağı kimi də istifadə edə bilərsiniz. Gəlin, indi isə qalxaq 3-cü mərtəbəyə. Dəyərli izləyicilər, bura isə sonuncu mərtəbədir, 4-cü mərtəbə sayılır. 4-cü mərtəbədə yataq otaqlarıdır. Ən çox yataq otaqlarının ev sahibi salıb 4-cü mərtəbəyə. Bura birinci yataq otağı. Bütün tamamlama işləri görülüb, alçıpandır, dartma tavan. Və buradan ümumi balkona çıxışı var. Bu otaqlarda da hamısı parketdir. Bura isə növbəti ikinci yataq otağıdır. Görürsünüz, bura sonuncu mərtəbəsinin olmayaraq mansard tipli deyil, yəni normal mərtəbə kimidir, kvadrat formasındadır. Tavanlar da təxminən bir 3-8-də yaxındır. Bura ümumi koridor hissəsidir. Burada piləkən sahəsi. Həmən o göstərdiyim yer, bax bu hissədir. Lifti birbaşa buradan quraşdıra bilərsiniz. Bütün hamısının yerləri var. Gəlin sizə növbəti. Buranı nəzərdə saxlayıblar ki, mətbəx kimi olsun. 4-cü mərtəbənin mətbəxi. Burada bütün kommunal xətlər hamısı çəkilib. Daha sonra onun yanında ümumi hamam otağı. Və bu hissədə də növbəti yataq otağı. Dəyərli izləyicilər, hər iki villa təcili olaraq satılır. Qiymət və bütün məlumatlar haqqında əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.